Prezident, Ermənistan Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsini məhv edib. Qədim dövlətçilik və mədəniyyət tarifinə malik Azərbaycan xalqı son 2 əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra 1905, 1907, 1918, 1921, 1948, 1953 və 1987. 1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub yaratdıkları mülkiyyətin mənimsənilməsi, maddi mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkləşdirilməsi bugün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır. Oxu Az Azərtacla istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən mədəni irs və qayıdış hüququ mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb. Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir, deyə müraciətdə bildirilir. Bugün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktda, qaçqınların statusu haqqında konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir. Oxu Az Azərtacla istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən mədəni irs və qayıdış hüququ mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb. Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan icmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, birgə bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgə yaşayışının təmin olunması üçün ümid və inam yaradır, müraciətdə bildirilir. Şamil ayrım, sülh quruculuğunun əsas istiqamətlərindən biri də mədəni irsin bərpasıdır. Oxu Az xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Bakıda keçirilən mədəni irs və qayıdış hüququ, Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda o beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, sülh quruculuğunun əsas istiqamətlərindən biri də mədəni irsin bərpasıdır. Sülh yalnız silahların susması ilə əldə olunmur. Abidələrə, irsə hörmət də ən vaciblərdəndir. 30 ildən çox Qarabağ işğalda qaldı, ərazilər ziyan gördü, abidələr dağıdıldı. Torpaqlar işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin səyləri nəticəsində məcburi köçkünlər geri qayıdır. Bugün Azərbaycanın Qarabağda göstərdiyi fəaliyyət dünya üçün nümunədir. Geri dönüş yalnız fiziki deyil. İnsanların kökünə, mədəniyyətinə dönüşdür. Qərbi Azərbaycanlıların dönüşü mədəni irsin bərpasından da keçir. Mədəni irs keçmişin qalığı deyil, gələcəyin təməlidir.